Ceyhun bəy, necə dəyərləndirirsiniz Maskatda keçiriləcək görüşün bütövlükdə geosiyasi nəticələri və bütövlükdə bu görüş nə vəd edir? Biz ümumi bugünə kimi keçirilən görüşlərə nəzər salsaq, hələ ki ciddi bir nəticələrin olmadığını görürük. Səbəb odur ki, İran öz mövqeyindən geri çəkilmək istəmir. Yəni söhbət uranın zənginləşdirilməsindən gedir. Amerika Birləşmiş Ştatları isə israrla İranı bu məsələdən çəkindirməyə çalışır. Mənim gördüyüm ondan ibarətdir ki, İran öz mövqeyindən geri çəkilməyəcək. İran sona kimi çalışacaq ki, uranın zənginləşdirilməsi məsələsi ilə bağlı işləri davam etdirsin. Yəni burada bir hansısa bir dəyişikliyi mən gözləmirəm. Hətta İran bu məsələ ilə bağlı müharibəyə belə hazırdır. Çünki İran üçün uranın zənginləşdirilməsi bugün bir dövlət olaraq qarşıda duran ən mühüm vəzifələrdən biridir. Amerika Birləşmiş Ştatları isə təbii ki, heç bir vəclə İrana imkan vermək istəmir ki, o bu məqsədinə nail olsun. Danışıqlar davam edir. Təbii ki, İran da danışıqlarda maraqlıdır. Amerika Birləşmiş Ştatları da danışıqlarda maraqlıdır və Amerika Birləşmiş Ştatlarının hazırki rəhbəri də bildiyimiz kimi müharibəyə o qədər də meyilli deyil. Amma proseslərin bu formada davam etməsi, mən düşünürəm ki, iki ölkə arasında gərginliyin daha da artmasına və eyni zamanda müharibə ehtimallarının da gözlənməsinə aparıb çıxara bilər. Bəli, nəticə olmazsa, o zaman siz daha çox nəticəsizlik üzərinə belə desək təhlilinizdə fokuslanmış oldunuz. Bu görüşlər bundan sonra da hər halda müxtəlif raundlarda keçirilməsi gözlənilə bilər. Ümumiyyətlə, nəticə verməzsə, ehtimal edirsinizmi ki, bir gərginlik daha yüksək fazaya keçə bilər, müharibə ola bilər? Çünki İranın ritorikasında biz əslində maksimum şəkildə müharibədən yayınma tendensiyasını görə bilirik. Mən əslində bugün demək, İran mənbələrini izləyəndə, ümumiyyətlə burada söhbət yalnız Amerika Birləşmiş Ştatlarından getmir. Eyni zamanda İsrail amili var burada. Məsələn, siz bugün bir sıra rəsmi mənbələrə baxsanız, İran rəsmi mənbələri xüsusilə İsraillə bağlı bir sıra təhdid mahiyyəti və xarakteri daşıyan məlumatları yayır və açıq şəkildə bunu ortaya qoyur və bildirir. Təbii ki, müharibə hər iki tərəf üçün ciddi və bizim üçün də ciddi problem yarada biləcək bir məsələdir. Amma burada digər bir məsələ isə, yəni İran nə üçün bugün açıqlamalarında əsas hədəf olaraq İsraili götürür? Çünki İranla müharibənin baş verməsində, İranın vurulmasında ən çox maraqlı olan dövlətlərdən biri İsraildir. Yəni İsrail İranı hazırda yaxın şərqdə, bölgəmizdə özünün maraqlarının təmin olunmasına mane olan əsas dövlətlərdən birini kimi görür. Və bugün İranın da davamlı olaraq bu açıqlamaları verməsinin bir səbəbi də odur ki, Amerika Birləşmiş Ştatlarının da bizim bölgəmizdə əsas strateji müttəfiqi məhz İsraildir. Yəni bu açıqlamaların kökündə də bu məsələ durur. Ona görə yəni mənim ehtimalım ondan ibarətdir ki, bütün hallarda bugün və sonraki mərhələlərdə də bu görüşlər keçiriləcək, müzakirələr aparılacaq. Amma hazırki açıqlamalar, hazırdakı ritorika, xüsusilə də İran tərəfinin bəyanatları ona aparır ki, ola bilər ki, tərəflər arasında hansısa bir müharibə ehtimalları ola bilər. Yəni ən azından nə baş verə bilər? Yəni İran daxilində hansısa hədəflərin zərərsizləşdirilməsi istiqamətində müəyyən addımların atılması baş verə bilər. Yəni bu prosesin indi biz baxın, tutaq ki, Ukrayna-Rusiya müharibəsində fərqli bir proseslərin getdiyini görürük. Artıq Rusiya daxilində müəyyən addımların atıldığı açıq müşahidə olunur. Ona görə burada artıq əgər razılıq olmazsa, İranın nüvə ilə bağlı
fəaliyyət göstərən tədqiqat müəssisələrinin, ümumiyyətlə zənginləşdirməni həyata keçirən obyektlərin hədəfə alınması məsələsi nəzərdən keçirilə bilər. Hər halda biz çox ümid edirik ki, mən onu da vurğulayayım, yəni bu müharibənin olması bölgəmiz üçün, yəni qarşıdurmanın olması bölgəmiz üçün yaxşı heç nə vəd etmir. Və bizim də orada çoxlu soydaşlarımız var. Ümumiyyətlə, İran bizlə qonşudur. Biz bunun baş verməsini istəmirik. Amma İranın israrlı mövqeyi və Amerika Birləşmiş Ştatlarının isə bilirsiniz ki, bu günlərdə Trumpın yenə də açıqlaması oldu. Elə ki, biz mütləq İrana imkan verməməliyik ki, İran öz məqsədinə nail olsun. Onlar bunu istəyirlər, onlar geri çəkilmirlər. Biz isə buna imkan verə bilmərik. Və proses düşünürəm, ola bilsin 1, 2, 3 və bir müddətdə görüşlər keçirilsin. Amma bu görüşlər davamlı ola bilməz. Ola bilsin ki, bir müddətdən sonra artıq biz dediyimiz kimi hansısa qarşı durmanı, yəni müəyyən bir addımların atılmasını, daxildə hansısa hədəflərin vurulmasının şahidi ola bilərik. Ceyhun bəy, son dönəmlərdə biz İsraillə ABŞ arasında da bir gərginliyin olduğunu ən azından müşahidə edə bilirik. Xüsusən Yaxın Şərq regionu ilə bağlı elə İrana olan münasibətdə də fikir toqquşması gözləmləməkdədir. Hazırda vəziyyət bu yöndə necədir və Təl-Əviv ümumiyyətlə Vaşinqtonun Trampın birbaşa olaraq fikirlərini Yaxın Şərqlə bağlı, Qəzza məsələsi ilə bağlı, İranla bağlı dəyişdirməyi, daha kəskin ritorikaya keçid etdirməyi bacaracaqmı? Bunu proqnozlaşdırmaq çətindir, amma bir məqam burada xüsusi diqqət çəkir ki, İsrail elə bugün İranın vurulmasında maraqlıdır və buna tam hazırdır və hansı obyektlər vurula bilər, onu da müəyyənləşdirir. Və təbii ki, İran da eyni zamanda bunun qarşılığını verməyi planlaşdırır və o da İsrail daxilində, ümumiyyətlə Yaxın Şərqdə hansı addımlar atacaq, bunun da konkret olaraq görünən odur ki, planları hazırdır. Burada məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, Trumpın özü ümumilikdə, biz prosesə baxanda müharibədə maraqlı deyil. Yəni onun son verdiyi açıqlamalar da, biz müharibə istəmirik, danışıq yolu ilə məsələnin həllinə nail olmağa çalışır. Və əslində onun bir müəyyən vədi də olmuşdu ki, qısa müddətdə hansısa bir razılıq əldə olunacaq, amma bu baş vermir. Qaldı ki, İsrail-Amerika münasibətlərində müəyyən məsələlərlə bağlı bir sıra hallarda fikirlərin üst-üstə düşməməsi məsələsinə bu ola bilər. Amma biz bilməliyik ki, Amerikanın bölgədə ən güclü müttəfiqi, əsas strateji müttəfiqi İsraildir. Ona görə burada İsrail inandırmağa çalışır Amerika Birləşmiş Ştatlarına ki, biz bunu etməliyik. Bu prosesin artıq növbəti mərhələdə hansı məcrada inkişafından asılıdır. Yəni açığı mən inanmıram ki, çünki İran üçün bu prinsipial bir məsələdir. Yəni burada nə baş verə bilər? Bir variant odur ki, İran uranın zənginləşdirilməsindən geri çəkilsin. İran rəsmilərinin ritorikasında bu yoxdur. Yəni çox sərt yanaşma var. Amerika Birləşmiş Ştatlarında mövqe ondan ibarətdir ki, İran buna son qoymalıdır. Belə olduğu təqdirdə tərəflərdən hansısa biri geri çəkilməlidir, amma bu hələ ki görsənmir. Və xüsusilə də bir daha qeyd edirəm, yəni İran rəsmilərinin ritorikasında müharibəyə hazırlıq elementləri özünü daha aydın göstərir və daha dəqiq göstərir. Hər halda nəyin baş verməsini indidən proqnozlaşdırmaq çətindir, amma mən əvvəl də demişdim, ehtimal edirəm ki, ola bilər ki, bir daha onu qeyd edirəm ki, İran daxilində hansısa hədəflərin vurulması məsələsi bugün İsraillə Amerika Birləşmiş Ştatları arasında müzakirə olunan məsələlərdəndir. Hətta ola bilər ki, hərbiçilərin konkret planları da var. Amma bu yaxın müddətdə yox, ola bilər ki, yenə də danışıqlar olsun, nəticə olmasa hansısa addımlar atılsın.